Salam əziz müdavimlər, mən bugün sizə 5-ci sinifin 11-ci mövzusu olan oduncağın yonulması haqqında məlumat verəcəm. İlk öncə oduncağı lifləri istiqamətində yonmaq lazımdır. Məmulatın düz və hamar səthə malik olması üçün onu yonmaq lazımdır. Bəstə müxtəlif yonucu alətlərlə yonmaq olar. Yonucu alətlərimizdən ən geniş yayılanı şerxebel, rəndə və fuqandır. Baxın, şerxebeldə A şəklində göstərilən şerxebeldir. Şerxebelin kəsici tiyəsi qövs şəkilli və qabarıq olduğu üçün səthlərin ilkin çobud yonulmasında istifadə olunur. Şerxebel dərində yonmaq üçün ağzı yarım dairə şəklində olan rəndədir. Daha sonra rəndənin bıçağı isə düzdür. Rəndənin bıçağı düz olduğu üçün rəndə son təmizləmə, yəni ki, hamarlama işlərini yerinə yetirir. C şəklində göstərilən isə fuqandır. Fuqan isə dedik uzun rəndədir və uzun pəstahların yonulmasında hamar və yastı səthlər alınması üçün istifadə olunur. Gəlin görə indi yonucu alətlərimiz neçə hissədən ibarətdir. Baxın, yonucu alətlərimiz 4 hissədən ibarətdir ki, dedik, taxta və metal qəlibdən olur, bıçaqdan, pazdan və dəstəkdən ibarətdir. Gəlin bunu daha da genişləndirək, rəndənin quruluşuna baxaq. Rəndədə ilk birinci bir rəqəmi ilə göstərilən qəlibdir. 2 rəqəmi ilə göstərilən bıçaq, 3 rəqəmi ilə göstərilən paz, 4 rəqəmi ilə göstərilən isə dəstəkdir. Baxın, bunu ardıcıl olaraq yadda saxlamaq lazımdır. Bunu ardıcıl olaraq yadda saxlamaq lazımdır. Baxın, gəlib sözünün B hərfinin sonuncu hərfi B hərfidir. Bıçaq sözünün əvvəlindəki ilk hərfi B hərfidir. Bunu belə yadımızda saxlaya bilərik ki, gəlibin B hərfi gəlib, bıçaq, paz və dəstəkdən ibarətdir. Daha sonra müəllimlər gəlin bıçaqların quruluşuna baxaq. İlk A şəklində göstərilən bıçağımız şerxebelin bıçağıdır. Biz demişdik ki, şerxebelin kəsici hissəsinin tiyəsi qövs şəkilli və qabarıqdır. Daha sonra gəlin B variantında olan şəkilə baxaq. B variantındakı olan şəkil rəndə və fuqanın bıçağıdır. Yəni rəndə və fuqanın bıçağı isə düzdür. Daha sonra gəlin bu şəkilə baxaq ki, bu şəkildə olan yonqar qıranı olan bıçaqdır. Bir rəqəmi ilə verilən bıçağın özüdür. 2 rəqəmi ilə verilən yonqar qıranın özüdür. 3 rəqəmi bolt, 4 rəqəmi ilə bıçağın kəsici tiyəsidir. Müəllimələr, gəlin dərsimizi biraz daha genişləndirək. Şerxebelin kəsici tiyəsi qövs şəkilli və qabarıq, rəndə və fuqanda isə düzdür. Bayaq bunu şəkillər üzərində izah etdik. Şerxebel səthlərin ilkin çobud yonulması, rəndə isə son təmizləmə, hamarlama işlərini yerinə yetirir. Şerxebel sözü alman mənşəlidir. Çobud kəsmək üçün yonucu deməkdir. Fuqanda isə rəndədən uzundur. Baxın müəllimələr, C variantında göstərilən şəkil fuqandır. B variantında göstərilən isə rəndədir. Baxın, fuqan rəndədən uzundur. Onun üçün fuqanla yonanda uzun pəstahlarda hamar yastı səthlər əldə olunur. Pəstahı veristakda dayaq və paz arasında elə bərkidilməlidir ki, emal olunan səth yuxarıda olsun. Fuqan özü uzun rəndə deməkdir. Fuqanla baxın dedik ki, hamar və yastı səthlər əldə edilir. Hamar və yastı səthlər fuqanla yonanda əldə edilir. Son təmizləmə işi isə rəndə vasitəsilə yerinə yetirilir. Yonma zamanı kəsilən yonqarın qalınlığı rəndənin seçilməsindən asılıdır. Belə deyim ki, sağ əl rəndənin arxa, sol əl isə ön dəstəkdən tutulur. Müəllimlər, indi isə gəlin rəndə ilə işləmə ardıcıllığına baxaq. İlk öncə sağ ilə rəndənin arxasından, sol əl isə rəndənin ön dəstəyindən tutulmalıdır. Rəndədə emal olunan səthin üzərinə qoyur və onu irəli itələyirlər. Daha sonra yonmanın əvvəlində qəlibin ön, sonunda isə arxa hissəsindən sıxırlar. Rəndəni əks istiqamətdə hərəkət etdirdikdə emal olunan səthin üzərindən qaldırırlar. Emal olunan səthi düz və hamar şəkil alana və lazımi qalınlıqda olana qədər yonurlar. Əgər emal edilən səthin üzərində tilişkələr əmələ gələrsə, o zaman detalı əks istiqamətdə yonmaq lazımdır. Əziz müəllimlər, 11-ci mövzumuzu gəlin bir neçə sualla yekunlaşdıraq. Dedik ki, şerxebel nədir? Şerxebel dərindən yonmaq üçün
yarımdairəvi şəklində olan rəndədir. Bəs desək ki, şerxi bel sözünün mənası nədir? Şerxi bel sözünün mənası kobud kəsici alətdir. Müəllimlər, sizə belə bir sual ünvanlayayım ki, yonca alətlər hansılardır? Yonca alətlər dedik ki, şerxi bel, rəndə və fuqandır. Desək ki, yonca alətlər neçə hissədən ibarətdir? Yonca alətlərimiz 4 hissədən ibarətdir ki, qəlibdən, taxta və ya metal ola bilər, bıçaqdan, pazdan və dəstəkdən ibarətdir. Uzun pəstahları yonmaq üçün nədən istifadə olunur? Əgər uzun pəstahlar deyiriksə, biz burada fuqan götürəcəyik. Yonqar-qıranı olan bıçaq neçə hissədən ibarətdir? Yonqar-qıranı olan bıçağın hissələri 4 hissədən ibarətdir ki, dedik bıçaq, yonqar-qıran, bot və bıçağın kəsici tiyəsi. Sizə belə bir sual desəm, şerxi bel, rəndə və fuqan bir-birlərindən nəyinə görə fərqlənir? Kəsici tiyəsinə görə. Şerxi beldə dedik ki, kəsici tiyəsi qövs şəkilli və qabarıqdır. Rəndə və fuqanda isə düzdür.